بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. الصلاة و السلام علی سیدنا و نبینا و حبیب قلوبنا ابی القاسم محمد. صلی الله علیه و آله و سلم و لعنت الله علی اعدائهم اجمعین من الان الی قیام یوم الدین. Ben de öz növbəmdə hamı qonaqlarımızdan, ağsaqqallarımızdan, şuaralarımızdan, məddahlarımızdan təşəkkür edirəm, alıq elədilər, məhəbbət elədilər. Hacı Fərhad Fikri şair idi, məddah idi. Bu məqulədə hamımız oxuduz, biz də ləzzət apardıq. Zimnin ki məddah idi, şair idi, یک پدر مهربان و دلسوز نبی مکرم اسلام buyuruyor nezerul velede ila valideyi hubben lehuma ibadet. Eğer insan atasının ve anasının yüzüne məhəbbətinə baxa, be çehreye peder o mader ba muhabbet bakmaq be mənzəli budur ki ibadet elir. Buyurdu eğer bir mertebe atanın ve ananın yüzüne məhəbbətinə baxasan be mənzəli budur ki gedib Məkkiyə gəlibsən, özü də həccə qəbul şude. Fel meclis sual elədi ya Resulallah, buyurursan eğer bir mertebe atanın ve ananın yüzüne məhəbbətinə baxsan elə bil Məkkiyə gedib gəlsən, mən 100 mertebe atamın ve anamın yüzüne məhəbbətinə baxıram. Hazret buyurdu Allah'ın izzet-i celaline, eğer 100 mertebe atanın ve ananın yüzüne məhəbbətinə baxsan be mənzəli budur ki elə bil 100 mertebe gedib Məkkiyə gəlibsən, özü də həccə qəbul şudə. Pəs Cənab-ı Fərhad Fikri hem şair, hem məddah ve hem یک پدر دلسوز. پروردگارا دعاlarımızı مستجاب اله. خدایا به پاس حرمت دل جریح دار پسر فاطمه bizleri رهروان راستین مولا علی قرار بده.